Bir dənə videolardan birində bir xanım başqa bir xanıma deyir ki, özü cavan da deyil, yəni o belə deyir. Cavan da deyil, deyir 30 yaş üstüdür. Və bunu deyəndə bir psixoloqdur əslində. Dəyərli həmkarlar, bəlkə siz də bilmirsiniz bu haqda. 2015-ci ildə, 2021-ci ildə Dünya Səhiyyə Təşkilatı bu yaş qruplarını yenidən təsnif edir. İnsanların orta ömür göstəricilərinə əsasən, ailə qurma yaşlarına, karyerada yüksəliş yaşlarına əsasən artıq bu yenidən, belə deyək, yaş qrupları yenidən kateqorizə olunub. Bir digər səbəb isə tədqiqatlar göstərdi ki, prefrontal korteks hələ öz inkişafını 25 yaşda tamamlamır. Prefrontal korteks nəyə xidmət eləyir? Xidmət eləyir planlamamıza, məsuliyyət hissimizin formalaşmağına və impulslarımıza nəzarətə. Bu formalaşmır deyə biz deyə bilmirik ki, biz yetkin insanlarıq. Odur ki, 18-25 yaş hesab olunur erkən gənclik yaşı, 25-35 yaş sırf gənclik yaşı, yəni orta gənclik yaşı da deyə bilərik. 35-45 yaş yetkin gənclik yaşı. Dedim ki, biləsiniz.